30 dekabr 2025-ci ildir və həftənin çərşənbə axşamı gündür. Dəyərli izləyicilər, Azərbaycanda cərimələr 10 dəfə artırılır. Milli Məclisdən gələn bir qərarı sizinlə bölüşmək istəyirəm. Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə bəzi cərimələr artırılacaq. Bu barədə məsələn Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Layihəyə əsasən vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin vergi məcəlləsi ilə müəyyən edilən müddətdə vergi orqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər 300 manat, hazırki cərimə 50 manat idi, yəni 6 dəfə artırılıb. Hüquqi şəxslər isə 1000 manat, hazırki cərimə halbuki 100 manat idi, yəni 10 dəfə artırılıb və bu məbləğdə cərimə ediləcək dəyərli izləyicilər.